Ya уже предблоком ставim ya. Ya уже burada yox edirəm başqa adamlara nə ehtiyac var? Mən gəlmişəm, götürəcəm, gəlirəm bunda ora. Aha, sağ ol. Salam Arif bəy, xoş gəldin. Sağ ol, sağ ol. Deməli belə. Deməli saat 11:45-də o çıxıb evdən radiya konfransa getmək üçün. Mən də baxırdım pəncərədən, gördüm ki, dünənən hələ maşınlar vardı burada, biri hələ burada dayanır. Deməli, onlar, mən gördüm ki, haradasa 5-6 nəfər qaçdılar, maşını saxladılar, o giriş yoxdur, hara bizim həyətimizə, orada maşını saxladılar, gördüm. Arxadan 2 nəfər maşına giriblər, oturublar, arxadan Leyla xanım otururdu, deməli, sürücü yanında da bir nəfər də oturdu. Mən tez başladım zəng eləməyə ki, heç biri cavab vermirdi, sürücünün telefonda cavab vermirdi, başa düşdük, onu həbs elədilər. Hara aparıblar bilmirəm, başladım zəng eləməyə, gördüm ki, evimizə də burada zəngirlər, qapını döyürlər. Gördüm ki, naməlum şəxslər o mülki geyimdə, başa düşdüm ki, bunlar kimdirlər, cavab vermirdim və başladım sizə də yazmağa, bir də həm telefonla zəng edirdim səfirlərə, jurnalistlərə ki, bəs belə hadisə oldu. İndi digər tərəfdən vəkillərlə telefon əlaqəsi saxladım. Məlum oldu ki, xanımı aparıblar baş prokuratura, ora hal-hazırda. İbrahim Lebranski, Leyla xanımın vəkili Yusuf Ağayev hələ ki buraxmır onun yanına. Çox güman ki, onu həbs edəcəklər o Rauf Mirqadırovun o maddəsi ilə, yəni o casusluqla bağlı. Və indi mən də tələb edirlər ki, mən də düşüm aşağı, mən də gedim, məni də orada həbs edəcəklər, deməli o maddələrlə. Və indi hal-hazırda mən indi vəkillərlə danışıram. Mən tələb elədim ki, əgər xanımın yanına onun vəkili buraxmırlar, qoy mənim vəkilim onun yanında olsun ki, o vəkilsiz qalmasın. Mən heç olmasa dözərəm, amma vəkilsiz qalmasın. İndi vəkillər də dedilər ki, bəs mən özüm düşməsəm, onlar deməli orada küçədədirlər, pəncərə tərəfindən hücum edəcəklər, sındıracaqlar, ya da qapını sökəcəklər. Yəni mən yaxşı olar ki, könüllü çıxım, gedeyim prokuraturaya. Mən bilirəm ki, bu 100% prezidentin əmri ilə hər şey yerinə yetirilir. Mən gözəl bilirəm ki, prezident konkret olaraq Fuad Ələsgərovla Əli Hasanı çağırdı, bizlə bağlı, onlara tapşırıq verib. Yəni, hər hansı bir formada bizi həbs etməli idilər. Çünki faktiki olaraq ilk növbədə xanımın işi, o siyasi məhbuslarla əlbəttə prezidentin xoşuna gəlmir, yumuşaq desək. Digər tərəfdən mən gedirəm Ermənistana, ermənilərlə görüşürəm, konferansda oluram. Sonra o ermənilərlə birgə sayt yoxdur, o da prezident olur. Yəni, əsas məsələ bununla bağlıdır. Я это сдаюсь или прокуратура, все. Пока. English ya. Salam. Arif bəy, hansı ümidlərlə girirsiniz içəri? Nəticəni necə gözləyirsiniz? Nəticə heç şübhəm yoxdur ki, həbs olunacaq. Heç şübhəm yoxdur. Və heç şübhəm yoxdur ki, xanım da həbs olunacaq. Bu qədər niyə pessimist? Biraz ayrı. Yəni, nə səbəb? Mən Azərbaycanda yaşayıram. Azərbaycan bilirsinə ölkədə xeyli qanunlar var, amma qanunsuzluq hökmü. Belə ölkədə əgər qanun hər şey həll edərdi, orada mən heç burada olmazdım. Mənə ayrıldım. Arif bəy, necə düşünürsünüz? Yəni, sizə qarşı hansı ittiham konkret sürülə bilər? Mən 20 ərzində jurnalistlər, hakimiyyətin jurnalisti yazılır ki, mən erməni casusum. Deməli, bu olar. Allah şükür, xuliqan olmayacağım, narkoman da olmayacağım. Yəni, mənim səviyyəm
satqınlıq, ermənilərə casusluq. Siz bu ittihamla razılaşırsınız? Dəliyə oxşuram.